Salam, bugün sizinle Redkalinka'dan 16. dersi geçeceğiz. Урок 16. Ders 16. Сколько тебе лет? Senin neçə yaşın var? Yeni sözlərə baxaq. Əvvəlcə yeni sözləri oxuyaq. Gод il deməkdir. Yaş mənasında da tərcümə olunur. Сколько тебе лет? Sənin neçə yaşın var? Мне нравится. Mənim xoşuma gəlir. День рождения, ad günü. Подарок, hədiyyə. С днем рождения, ad günün mübarək. Он женат, kişi cinsini göstərir. O evlidir. Она замужем, qadın cinsini göstərir. O evlidir. Танцевать, rəqs etmək. Diskoteka dəyişmədi, gitara dəyişmədi, pianino elə pianinadır. Skripka yenə dəyişmir, skripkadır. Месяц, ay. Bundan sonra aylar gələcək. Aylarda dəyişmirlər. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Yeganə burada fikir verməli olduğumuz odur ki, sonda müəkkəz znak var, çoxunda. Müəkkəz znak varsa, deməli, son samit yumuşaq tələffüz olunur. Dialog 1, birinci dialog. Так. Антон, когда твой день рождения? Антон, sənin ad günün nə vaxtdır? Мой день рождения в январе. Mənim ad günüm yanvardadır. Сейчас мне 42 года. Mənim indi 42 yaşım var. А когда твой день рождения? Bəs sənin ad günün nə vaxtdır? Мой день рождения был вчера. Mənim ad günüm dünən idi. Мне уже 31 год. Mənim artıq 31 yaşım var. С днем рождения, ad günün mübarək. Спасибо, sağ ol. Вчера мы были в ресторане. Dünən biz restoranda idik. Мы много ели и танцевали. Biz çoxlu yedik və rəqs elədik. Keçək ikinci dialoqa. Dialog номер 2. İkinci dialog. Наташа, тебе нравится зима? Наташа, sən xoşuna gəlir qış? Конечно, əlbəttə. Zimой все белые и красивые. Qışda hər şey ağdır və gözəldir. Мне очень нравится снег. Mənim çox xoşuma gəlir qar. Я люблю гулять в парке зимой. Qışda mən parkda gəzməyi sevirəm. В декабре у меня день rождения. Dekabrda mənim ad günümdür. А тебе нравится зима? Bəs sən xoşuna gəlir qış? Не очень. Çox da yox. Мне нравится лето. Mənim yay xoşuma gəlir. Я живу в Сочи. Mən Sochidə yaşayıram. В июне, в июле, в августе здесь очень хорошая погода. İyunda, iyulda və avqustda burada çox yaxşı hava olur. Летом мы часто обедаем на улице. Yayda biz tez-tez həyətdə nahar yeməyi yeyirik. Dialog 3, üçüncü dialog. Миша, тебе нравится музыка? Миша, musiqi sən xoşuna gəlir? Конечно. Я играю на скрипке и на гитаре. Mən skripkada və gitarada ifa edirəm. Сейчас я учусь играть на pianino. Mən indi pianinoda çalmağı öyrənirəm. А тебе нравится музыка? Bəs sən xoşuna gəlir musiqi? Да, но я не играю ни на скрипке, ни на гитаре. Amma mən nə skripkada, nə də gitarada ifa etmirəm. Мне нравится слушать музыку на дискотеке и танцевать. Mənim xoşuma gəlir diskotekada musiqiyə qulaq asmaq və rəqs etmək. А я не люблю дискотеки. Mən isə sevmirəm diskotekaları. Я очень плохо танцую. Mən çox pis rəqs edirəm. Dialog номер 4. Dördüncü dialog. Marina, сколько тебе лет? Marina, sənin neçə yaşın var? Мне 32 года. Mənim 32 yaşım var. А тебе, bəs sənin? А мне 28 лет. Mənim 28 yaşım var. Ты замужем? Sən evlisən? Да, я замужем. Bəli, mən evliyəm. У меня есть маленькая дочь. Mənim balaca qızım var. Сколько ей лет? Onun neçə yaşı var? Ей 4 года. Onun 4 yaşı var. А ты женат?
Bəs sən evlisən? Da, я женат. Bəli, mən evliyəm. У меня есть сын. Mənim oğlum var. Сегодня у него день rождения. Bugün onun ad günüdür. Ему уже 6 лет. Bugün artıq onun ad günüdür. Onun 6 yaşı var. Так, диалог номер 5. 5-ci dialog. Martin, тебе нравится жить в России? Martin, sən xoşuna gəlir Rusiyada yaşamaq? Да, я живу здесь уже 5 лет. Bəli, mən artıq 5 ildir ki, burada yaşayıram. Мне нравится моя работа. Mənim işim mənim xoşuma gəlir. Мне нравятся мои русские друзья. Mən xoşuma gəlir rus dostlarım. И, конечно, мне нравится русская еда. Və əlbəttə ki, rus yeməyi də mənim xoşuma gəlir. А что тебе не нравится в России? Bəs sən nə xoşuna gəlmir Rusiyada? Мне не нравится погода. Mənim xoşuma gəlmir hava. В ноябре здесь уже зима. Noyabrda burada artıq qışdır. И в декабре, и в январе, и в феврале, и в марте тоже зима. Dekabrda da, yanvarda da, fevralda da və martda da burada qışdır. Мне nравится лето. İyun, iyul, avqust. Yay mənim xoşuma gəlir. İyun, iyul, avqust. Keçdik mətnə. Мой день рождения. Mənim ad günüm. Здравствуйте, меня зовут Патрик. Salam, məni Patrik çağırırlar. По национальности я англичанин. Mən millətcə ingilisəm. Но я живу в Москве уже 3 года. Amma mən artıq 3 ildir ki, Moskvada yaşayıram. Мне очень нравится моя жизнь в Москве. Mənim çox xoşuma gəlir mənim Moskvadakı həyatım. Здесь у меня есть хорошие друзья и интересная работа. Burada mənim yaxşı dostlarım və maraqlı işim var. А сегодня мой день rождения. Bugün isə mənim ad günümdür. Мне уже 29 лет. Mənim artıq 29 yaşım var. Сегодня мы готовим вкусный ужин у меня дома. Bu günləri mənim evimdə dadlı şam yeməyi hazırlayırıq. Сейчас я и мои друзья на кухне. İndi mən və mənim dostlarım mətbəxdəyik. Моя подруга Катя делает бутерброды, а я готовлю мясо и овощи. Mənim rəfiqəm Katya çörək arası hazırlayır, mən isə ət və tərəvəzləri. А вот идут Саша и Антон. Budur, Sasha və Anton gəlir. С днем рождения, говорят они. Ad günün mübarək deyirlər onlar. А что это? Bəs bu nədir? Это новая гитара. Bu yeni gitaradır. Какой хороший подарок. Nə yaxşı hədiyyədir. Мои друзья знают, что мне очень нравится музыка. Mənim dostlarım bilirlər ki, mənim çox xoşuma gəlir musiqi. Я играю на гитаре и на скрипке. Mən gitarada və skripkada ifa edirəm. У меня тоже есть подарок, говорит Катя. Katya deyir, mənim də hədiyyəm var. Это книга «Война и мир». Bu hərb və sülh kitabıdır. Я знаю, что тебе nравится русская классика. Mən bilirəm ki, rus klassikası sənin xoşuna gəlir. Большое спасибо, дорогие друзья, говорю я. Давайте ужинать. Çox sağ olun, əziz dostlar. Mən deyirəm, gəlin şam yeməyi yeyək. Мы едим бутерброды и пьем пиво. Biz çörək arası yeyirik və pivə içirik. А вечером мы идем на дискотеку. Axşam isə biz diskotekaya gedirik. Нам нравится танцевать и слушать музыку. Bizim xoşumuza gəlir rəqs etmək və musiqiyə qulaq asmaq. Как хорошо, когда день rождения. Nə yaxşıdır ad günü olanda. Вопросы к тексту. Mətnə aid suallar. Ответьте на вопросы по содержанию текста. Mətnə əsasən suallara cavab verin. Где живет Патрик? Патрик harda yaşayır? Cavabını verib özü. Он живет в Москве. Moskvada yaşayır o.
İkinci sual. Сколько лет он живет в Москве? O neçə ildir Moskvada yaşayır? Ему нравится Москва? Moskva onun xoşuna gəlir. Dördüncü sual. Сколько ему лет? Onun neçə yaşı var? Beşinci. Что они готовят на ужин? Onlar şam yeməyinə nə hazırlayırlar? Altıncı. Какие подарки у него есть? Hansı hədiyələr var onun? Yedinci, седьмой. Куда они идут вечером? Axşam onlar hara gedirlər? 8-ci, sonuncu. Что они делают на дискотеке? Onlar diskotekada nə edirlər? Bütün sualların cavabı mətnə əsasən veriləcəkdir.